Şuşanın dağları başı dumanlı, kırmızı koftalı yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine onu bil. Danışmasan da balım barı gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine onu bil. Danışmasan da balım barı gül. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp yarını gözler. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine onu bil. Danışmasan da balım barı gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine onu bil. Danışmasan da balım barı gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdine onu bil. Danışmasan da balım barı gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdine onu bil. Danışmasan da balayım barı gül. Aman ey. Dəyərli qonaqlar, hər birinizi salamlayıram. Bu salamlama sizə Şuşa şəhərindəndir. Nə xoş ki, sizlərlə bərabər bugün Şuşa şəhərinə yol aldıq. Əziz şəhid ailələri, əziz şəhid anaları, hər birinizin qarşısında baş əyirəm, əllərinizdən, saçlarınızdan öpürəm. Nə yaxşı ki, dəvətimi qəbul etdiniz. Bugün bizlərlə bu uzaq yolu sevə-sevə, kədərlənə-kədərlənə, bir gözünüz ağlar, bir gözünüz sevinclə bu yolu bizlərlə bərabər qət etdiniz. Hər birinizə bir daha dərin təşəkkürümü bildirirəm. Hər zaman yanınızdayıq, borcluyuq. Ölənə qədər bu borcu biz sizlərə ödəyə bilmərik. Xoş gəlmişsiniz bir daha. Əziz qonaqlar, bildiyiniz kimi bugün Şuşa şəhərində bir məqsədlə yol aldıq. Hansı ki, ulu öndərimiz Heydər Əliyevin 102 illiyinə həsr edilmiş bir yubileyimiz var. Və o yubileyə həsr etdiyimiz bir, belə deyək, RM Studiyanın, Art Studiyanın rəhbəri Rəsmiyə Mahmudovanın tələbələri ilə bir rəsm sərgisinin açılışını elan etmək istərdik. Amma bizim daim vətənə, millətimizə, dövlətimizə bir borcumuz var. Bu tədbirə açılış elan etməzdən öncə dövlətimizə, millətimizə borcumuzu yerinə yetirməliyik. Azərbaycanın himnini səsləndirək, daha sonra şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Daha sonra.
Azərbaycan himnini dinlədik sizlərlə bərabər və bizim şəhidlərə bir borcumuz var. Hansı ki, onların ruhu qarşısında baş əyirik və onların ruhu qarşısında borcumuzu yerinə yetirək, bir dəqiqəlik sükutla onları yad edək. Məqamları ucadır, məqamları daim uca olsun. Əziz şəhid anaları, hər biriniz bizim başımızın tacısınız. Mən baxıram şəhid şəkillərinə, hər biri bir əsərdir. Necə ki, bugün biz bu əsərlərlə Qarabağa yol aldıq. Biz Rəsmiyə xanımla bu layihəni düşünəndə özünə çıxış verəcəm. Çox düşünürdük, nəyi necə etmək lazımdır. Görün, hansı bir gözəl vaxta təsadüf etdi. Biz bunu hansısa bir aylar öncə düşünmüşdük. Amma düşünülməmiş, yazılmamış bir qanunlar var. Hər şeyin öz zamanı var imiş. Hansı ki, deməli, bax, bu şəhidlərimizin, qazilərimizin səyi nəticəsində 30 ildən sonra biz 44 günə bu azadlığı qazandıq. Eyni ilə bizim bu layihəmiz də Ulu Öndərin 102 illiyinə həsr edildi və həmin məqama gəldi, qismət oldu. Mən bu münasibətlə Rəsmiyə Mahmudovanı, əzizimiz, dəyərlimiz, gözəl xanım, RM Art Studiyasının təsisçi rəhbərini təbrik edirəm. Onun demək ki, zəhməti yerdə qalmayıb. Niyəsi odur ki, onun zəhməti yerdə qalmayıb ki, tələbələri onunla bərabər bugün bu layihədə iştirak edir. Onun zəhməti yerdə qalmayıb ki, Ulu Öndərin 102 illiyinə həsr edilmiş bir layihəsi bugün Şuşa şəhərində gerçəyini tapıbdır. Onun zəhməti yerdə qalmayıb ki, siz şəhid ailələri çiyin-çiyinə, biz sizə dəstək deyərək bugün bax, bu sərginin təşkilində iştirak edirsiniz. Mən sizi bir daha təbrik edirəm. Həqiqətən xoşbəxt xanımsınız, əməyiniz yerdə qalmayıb. Baxın, birazdan bizim çox geniş çıxışlarımız olacaq. Öncə rəhbərə söz verəcəyik və sonra şəhid ailələri danışacaq. Şəhid ailələri hər zaman demişik, başımızın tacıdır. Amma bugün burada bir rəsm sərgisi keçirilir. Hansı ki, Şuşa şəhərində biz Legend Company olaraq ilk olaraq bu layihəni gerçəkləşdirdik. Hər rəsm bir əsərdir. Hər əsər bir tarixdir. Hər tarix bir danışan gündür, andır, ildir. Baxın, bu sənət əsərlərinə baxanda görün, keçmişdən bugünə dayanan bir əsərlərdir. Hansı ki, Rəsmiyə Mahmudova bu əsərləri çəkərkən xəyal etmişdi. Bugün onun xəyalı, bax, gerçək olur. Mən bizim ayın 10-unda Ulu Öndərimizə həsr etdiyimiz bir tədbirimiz idi. O rəsm əsərinə çox diqqət etdim. Ulu Öndərimizin, baxın, rəsmi Şuşa qalası, Qarabağ atı, lalələr, baxın, burada Gövhər ağa məçidi. Deməli, bu alınmamışdan çəkilən bir rəsmdir. Bəli. Lalələr tam şəkildə. Bəli. Deməli, bizim məqsədimiz nədirsə, niyyətimiz nədirsə, Allah onu bizə nəsib edər. Rəsmiyə xanım onu çəkərkən Allahın bir saatının açıq vaxtına düşübdür. O doğrudan sizin xoşbəxt əsərinizdir ki, bugün onu burada sərgiləyə bilirsiniz. Mən çox danışmayım. Bax, bu layihənin, belə deyək, ərsəyə gəlməsində şirkət olaraq biz olsaq da, amma bu sənətləri yaradan, bura gətirən, sizlərə, bizlərə təqdim edən və Qarabağ torpağında, müqəddəs torpaqda işıqlanmağına səbəb olan bir rəhbər var. Rəsmiyə Mahmudova, RM Art Studiyasının rəhbəri, təsisçisidir və tələbələri ilə bərabər. Buyurun, sizi dinləyək. Sağ olun. Mənlə bərabər olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, bugün, yenə də deyirəm, həmişə deyirəm, Allahın bu gününə şükür olsun, həmd olsun ki, sizlərlə birlikdə mənə bu günü nəsib eləyib və gözəl fidanlarımız bugün ilk dəfə burada çıxış edirlər. Mənim dostlarım da sağ olsun, Elnura xanım, Fərək xanım, Sübhanə, Amil müəllim, hər kəs, Əfsanə xanım, başda siz olmaqla hər birinizə təşəkkürümü bildirirəm. Siz nə lazımdırsa dediniz. Bir dənə şeyi qeyd edəcəm, nüansı. Burada gördüyünüz əsərlərin heç birini mən özüm tək eləmirəm. Bəli, təbii ki. Və o işlərin mənə ilhamını verənlər var. Baxın, orada dayanıqlar. Alqış istəyirəm mənim şöhrələrimdən. Və yaxşı ki varsınız. Həmişə günəş kimi parlayın. Həmişə üstümüzə işıq saçın.
Siz varsınız deyə mən varam. Həmişə də deyirəm, hər yerdə deyəcəm, mənim bəzəyim, düzəyim, hər şeyim sizsiz. Həqiqətən, nə yaxşı ki, gəncliyimizi bir istiqamətə yönləndirə bilirəm və insanlar mənə güvənir, öz övladlarını həvalə eləyir. Düşünürlər ki, uşaqlar üçün bir gələcək yürüdə bilərik. Ona görə bir zaman var idi ki, mən heç iki kəlməni bir-birinin ardınca danışmaq qabiliyyətim yox idi. Həqiqətən də bu tələbələr mənim dilim açdı. İnsanların arasında, cəmiyyətin arasında olmaq dilim açdı. Sizə də onu arzulayıram. Bir gün öz tələbələrinizlə heç getmədiyimiz bir yerlərə gedin və orada tələbələrinizin yanında məni təqdim edin ki, bu müəllimə mənim müəllimim olub. Necə ki, mən müəllimlərimi danmıram. Həmişə hər yerdə deyirəm, heç vaxt müəlliminizi danmayın. Müəllimini danan Allahını danar. Ona görə də bir dənə söz var, müəllimi dananın gözlərinə qan damar, damar damar. Yəni ki, çalışın həmişə sizə yol göstərəni, işıq saçanı, istiqamət verəni başınızda uca tutun. Hər birinizi sevirəm. Mən istəyərdim ki, bizim bir Amil müəllim rəqs hazırlayıb. Bəli. Biraz ona baxsınlar, sonra ardından... Olar, təbii ki. Buyursun. Hər birinizi salamlayıram. Bu salamlama əsaslarım olmaz ki, mövzu məsələn Şuşalıyam. Ay, nə gözəl. Bir Şuşalı kimi Şuşamıza xoş gəlmisiniz. Hər zaman. Bəli, həm də Şuşa Musiqili Dram Teatrının quruluş var etmək istəyirəm. Şuşamıza xoş gəlmisiniz, hər zaman xoş günlərdə görüşək. Siz nəyin həyəcanıdır? Məhz Şuşada rəqs etdiyinə İlk görə. dəfə Şuşada Əslində dəfələr və səfərlər olub. Sadəcə özüm istəməmişəm. İmtina etmişəm. Mənə həm qəribə baxırdı ki, sən Şuşalısan, artıq 5 il oldu da 5 ildir Şuşa azad olub və sən getməsən dedim. Çünki Harı bir rəqs qrupunun rəhbərisən? bəli, yəni müharibə dönəmindən öncə mən bu adı vermişdim. Heç kim bəlkə də Xarı Bülbül Gülün
hələ də Şuşada bitdiyini bilmirdi. 2017-ci ildən bəri. Sən üzrü say. Biraz tənci nəfərsən. Ay, hardan? Hər zaman belə imtina edirdim ki, mən özüm bir reportajda vermişdim ki, ASTV-yə ki, mən ilk dəfə Şuşada özüm çıxış edəcəm, sonra şagirdlərimi aparacam inşallah. İnşallah. Məhz o gün bu gün imiş. Bəli. Nə gözəl Təsadüf. xoşbəxt rəhbərik ki, həqiqətən məhz bizim layihədə görün kimlərin arzuları gerçəkləşdirir. Buna görə mən belə deyək, bizim işlərimiz belə deyək, balaca görünsə də, amma mahiyyəti, keyfiyyəti, kəmiyyəti böyükdür. Və bəy çıxış etdikcə mən özüm həqiqətən öz gördüyüm işdən qürurlandım ki, biz doğrudan da oturub düşünəndə nə boyda mahiyyəti böyük olan işlər görürük. Biz deməli, Rəsmiyə xanımın möhrü və mənim şirkət olaraq möhrüm var. Sizin məhz elə ilk dəfə bizlə bərabər Şuşada rəqsinizə görə tərtib edir. Və bir də Amin müəllim, bu ağac elə belə ağac deyil. Mənim kənddə ata yurdum var. Orada bir qurulu tut ağacımız var idi. Onu atam mənim üçün baxın belə kəsib düzəldib. Ağac üzərində, tut ağacının üzərində Şuşanın təsvirini elə sizə bağışlayıram. Buyurun. Elaz xanım, çəkin də bir dənə foto. Tədbirimizin qonaqları, yəqin ki, sizin üçün də bu nüanslar xoş oldu. Hərdən düşünəndə ki, doğrudan milli mənəvi dəyərlər nə qədər əziz imiş, nə qədər mötəbər imiş. Bəzən kimlərsə belə bir rəqsləri bəyənmirsə, biz, məsələn, indiki nəslin nümayəndələri mənim üçün çox xoş oldu Amil müəllimin rəqsi. Biz sözü verək şəhid ailələrinə, onların xeyir duasını alaq, biraz da bizə qol qanad olsunlar. Zəhmət olmasa sırayla hər birinizi sıralama dayanaq və şəhidimizin adını qeyd edərək harada döyüşüb, necə döyüşüb, hamısının məqamı ucadır. Hamısının bir adı var, şəhid adı. Hamısı əzizdir, hamısı Allaha qonaqdır. Məqamları, məkanları daim ucadır. Ona görə zəhmət olmasa sizi istəyirik dinləyək, böyüklərimiz siz gəlin, xeyir duanızı alaq. Dəyərli şəhid analarımız, bir daha sizə dərin təşəkkürümü bildirirəm. Sırayla sizin şəhidinizin adını eşidək, dinləyək, ürək sözlərinizi, xoş təəssüratlarınızı bilmək bizim üçün həm fəxirdir, həm qürurdur, həm mənəvi ruhdur, qidadır. Mən Cəfərin anasıyım. Cəfər ilk dəfə elə bir məktəb oxuyan vaxtında ən böyük arzusu elə bil hərbiçi olmaq idi. Çox elə bil ki, deyirdi ki, yəni məktəbə məşğəliyə qoydu, müəllimliyi istəmir, dedi mən ən çox bayrağın meyli vardı, bayraq götürürdü, bayraqla gəzirdi, haraca istəyirdi. Yəni hərbiçi olmağa çox meyli var idi. Elə oldu ki, əskərə getdi, əskərlikdə yazdı ki, atam mən hərbiçi olacağam, hərbidə qalmaq istəyirəm. Nə hə demədim, nə yox demədim, yəni qorxdum. Və axırıncı övladım olduqla qorxdum, dedim, heç nə demədim anam. Evə gəldi, evə gələndən sonra qayıtdı, yəni işləməcə. Elə oldu ki, iş yerindən müharibə başladı. Müharibə başlayanda, yəni onu müharibəyə apardılar. Kəlbəcərdə, Şuşada, 5 dənə rayonda elə bir ki, iştirak edib yaralanıbdı. 8 metal bir bayraq ordeni elə bir ki, tərtib olunub ona alıbdı. Yəni ən çox marağı onun hərbiçi olmaq idi. Ən çox da maraqlanırdı, yəni şəhidlərlə. İlk dəfə oldu, danışdı, dedi anam, yardımlı şəhid göndərdim. Yorulmuşam, danışmaq istəmirəm. O şəhidin, yəni gedərsiniz valideynlərinin yanına, yardımda birinci şəhiddim. Getdik ki, onu dəfn eləməcə. Sonra danışdım, dedim, ana qaban, axı valideynlər onlara atdı, yəni deyir ki, mənlə danışdırsın. Dedi, ana, tabutun ağzını bağladı, demə valideynlərinə. O çox pisdir. Yəni, həmişə arzu idi, dedi, mən şəhidlərlə arba gəzəm. Bizdən elə bir ki, gizlin harada şəhid olsaydı, məktəbdən çıxıb o şəhidlərin ziyarətinə gedərdim. Allah səbir versin. Hər zaman hamısı bizim üçün dəyərli qardaşlardır. Yola düşüb gedəndə də ilk dəfə
Otdu maşına. Qaçdım görüşməcə. Ağlıma tutdu məni, dedi, ana, ata demirdi, dədə deyirdi, maraq üçün. Maşına oturan kimi dedi, ana, dədəmə deyərsən, haqqı mənə halal eləsin. Qaçdım dalaydan, dedim, yəni, niyə elə deyirsən? Dedi, ana, yox, dədəmə dedim, salam deyərsən. Allah sabır versin. İstəmirəm çox xatirələri yada salasınız. Mən hər şəhid anası kövrələndə mən elə bilirəm özümü vicdanım narahat olur. Sizləri danışdırdıqca adam istəyir dinləsin, tariximiz daim təkrarlansın. Amma bilirəm ki, qəlbiniz yanır, sizlərlə bərabərdir, mən çox narahat oluram. Bugün Şuşa şəhərindəyik, onların ruhu bizləri görür. Hansı ki, o ruhlar, öz anaları burada olmasa da, siz anaları görmüş kimi qəbul edin. Axırıncı yarası Şuşada olub. Allah hər birinin məqamını uca edibdir. Siz nə deyə bilərsiniz? Bugün yol gəldi. Mən Oruc, Bəli, şəhid şəhidimiz Oruc orada. Mirzəcanın mamasıyam. Özü topçu idi. Çox. Xocabənddə şəhid olub. Xocavənddə olub. Şəhid Fərhadov Cəlalədin, mən Su şəhidi adı ilə tanınan şəhid anasıyam. Allah hər birinizdən razı olsun. Mən bugünkü gündə burada çıxış etməyim, burada həqiqətən də bu tədbirdə iştirak etməyim, Əfsanə xanım, sizə, Rəsmiyə xanım, hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox möhtəşəm bir gün oldu, həm göz yaşlı, acılı, şirinli, elə bir doğma bir ailəyə çevrildik bugün. İnanın, tam səmimiyyətimlə deyirəm. Allah hər birinizdən razı olsun, Allah Azərbaycanımızı qorusun, mərd xanımlarımızı, mərd oğullarımızı qorusun. Var olun hər zaman. Şəhidlərimizi həqiqətən də hər kəs, necə deyim, şəhidlər hər kəsin ürəyində taxt qurmuş bir igidlərdir. Bugün mən burada gəzdikcə, Cəlaləddin Şuşa şəhəridir. Yəni Şuşa qəhrəmanıdır, hər bir şəhid, hərəsi bir qəhrəmandır. Amma bugün mənim üçün bu Şuşada gəzmək, elə bilirəm ki, Cəlaləddin məni sanki, bəli, əvvəl də elə Dürdanə xanım, bizim dəyərli xanımımız, elə vurğuluyorum ki, elə bilirəm ki, Cəlaləddin mən getdikcə məni qıraqdan o göz nəzər eləyir ki, ana, mən buradayam. Həqiqətən də mən bu hissi bugün yaşadım. Var, doğrudan. Sağ olun, bu hissi bizə yaşatdınız bugün. Borcumuzdur, bizim üçün xoşdur. Biz hər zaman vətənpərvər bir xalqı və şəxs olaraq da mən hər zaman istəyir belə ziyafətli olan bir tədbir olsun, istəyir rəsmi olan bir tədbir olsun. Mütləq bizim tədbirlərdə şəhid ailələri yer almalıdır. Bizim mənəvi qidamızsınız, mənəvi ruhumuzsuz, sizlərdən güc alırıq. Sizdən qürur duyuruq biz, güc alırıq sizdən. Allah sizləri var eləsin. Var olun, minnətdarım, əzizim, borcumuzdur. Sahibə ana, eşidək sizi. Mən də Talıbov Məhəmməd Aydınoğlu'nun anasıyam. Mənim də oğlum Şuşada şəhid olub. Şuşaya ilk girənlərin biri olub. Topxana meşəsinin istiqaməti ilə gəliblər. Şuşanın Şuşa Kət kəndində şəhid olub. Mən bura ikinci səfərdə gəlirəm. Bir dəfə gəldim, oğlum şəhid olduğu yeri görə bilmədim. Ana bəyək vurğuladım. Elə bildim ki, şəxsən Məhəmməd buradan baxır mənə, deyir, mama, mən buradayam. Mən ölməmişəm, mən sağam. Bir də bura yığışmışıq, uşaqları da salamlayırıq. Sizə uğurlar uşaqlar, uğurlar arzulayıram. Əfsanə xanım sizə, Rəsmiyə xanım, buradakı bütün adlarınız düzdür, karxırıq yadımızdan çıxır. Hamınıza təşəkkür edirəm, hər kəsin əməyi varsa. Ona minnətdarım. Əfsanə xızım, mən şadam ki, səninlə neçə ildir biz tanışıq. Burada gəlməyimin səbəbkarı sən oldun, sənə minnətdaram. Mən bura gələndə elə bilirəm ki, oğlum buradadır. Bəzən fikirləşirik, deyirik ki, belədir, heylədir, danışırıq. Amma şəhidlərin hərəsi elə bir igid, qəhrəmandır. O sıldırım qayaları keçirik, Füzulidən bəri keçirik. Hamısını deyirik, onlar düz yolla gəlməyiblər. Qayalıqla, meşəliklə gəliblər. Hamısı nər ürəkli, dağ ürəkli oğlu olublar ki, o yolu gəlib çıxa biliblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərə də, Rəsmiyə müəllimə, uğurlar arzulayıram. İnşallah bir tədbirinizi də şəhidlərin şəklini çəkib
burada gəlib bax belə sərgiləyəsiniz. İnşallah. Sizə bunu arzulayıram. İnşallah. Tələbələrinizlə birlikdə. Sağ olun. Uğurlar olsun sizə. Sağ olun. Hamınıza, kollektivinizə. Sağ olun. Mən Füzuli Araz Yağlıbənd kəndindənəm, Füzulinin Araz Yağlıbənd kəndindən Hüseynov Sərhədin anasıyam. Mən bir 3-4 kəlmə deyəcəm. Mən sinəmə vırdığım analıq vurmamışam. Həm ata olmuşam, həm ana olmuşam. Onun öz arzusu olub, Naxçıvanda əskəriyi çəkib, dedi ki, ana, mən əskərlikdə olacam. Gəlməyəcəm, mən hərbidə işləyəcəm. Mən yaylığımı atdım ki, qabağına ki, gedib işləmə. İstəməmişəm. Tarixçələri. İstəməmişəm. Özüm gəlmişəm xəstəxanaya. Elə Müharibə başlayanda sözünüzü kəsirəm. Elə bir acı tale idi ki, Sevda ananı mən də illər öncə tanımışıq, tədbirimizdə iştirak edib. Onun hər bir ana yaralıdır. Amma təsəvvür eləyin ki, bəzən elə bir nüanslar olur ki, üzürlü sayın sözünüzü kəsdim, o nüansları mən vurğulamaya bilmirəm. Özü Baynisada şəhidləri qəbul edilmiş yaralıları, şəhid olanları yola salırlarmış. Sən demə öz oğlu da oradaymış. Bu çox ağır bir şeydir. Yəni siz dalını davam edin. O danışdıqca mən deyirdim, yəni belə bir şey olar ki, ana öz oğlunu özü qarşılayır bilmədən. mən 26-sı günü balam gəldi xəstəxanada məndən görüşdü. Ana bayaq dedi, mənim oğlum mənə dedi ki, mama, gəlmişəm səndən halallaşmağa, müharibədir. Bilmirəm, sağ qalacam yoxsa yox. Onu deyirəm ki, mən bircə dənə xoşbəxt anayam, göz balamın əlindən qanı yemişim. Amma civəti görməmişim. Elə bir analar sevinir ki, mən balamı görməmişəm, amma mən gördüm. Yox, mən də. Üzün görməsəm də. Sənə çoxlu təşəkkür edirəm. Rəsmiyə xanım, sənə təşəkkür edirəm. Bütün burada işləyənlərin hamısına, kimi burada zəhmət olub onların hamısına təşəkkürlüyümü bildirirəm. Mən özüm qəhrəman anayam. Yetim saxlamışamsa, onun bəhrini belə görmədim. Madədən də sənin başı uca eləyəcəm. Bu yemişdim. Sənə də çox-çox təşəkkürlüyümü bildirirəm ki, balamın yüce ruhu şaddır ki, mən buraya gəlmişəm. İlk dəfədir anamız Şuşa şəhərindədir. Bəli. Mən Düzdür, biraz xəstəyəm, dözə həqiqətən bilmirəm hansı hissləri bölüşüm ki, mən bir şəhid anasının arzusunu... Kimin də balasına 28-29'una can kimisə əlimdəyibsə, qanlı əlimdəyibsə, anasının südü kimi halal olsun. Yaralıya da baxmışam, şəhidə də baxmışam. Hamısından da ətr iyi gəlirdi. Onlar ölməyib, hamısı sağdır. Biz balalarımızla fəxr edəyik. Bir dənə əğusta duran onları, ruhlarımız şapalarla biz onları təşəkkür edirik. Əl çalaq. Baş leytenant Süleymanlı Kənan anası Sadəqullah. Kənan belə deyim, Sertifikat verəcəm. çox mərd oğluydu, vətənpərvər oğluydu, tarixi sevən oğluydu. Heç sabahda bizim Qarabağın alınan torpaqları ilə barışmırdı, barışmaq da istəmirdi. Hər dəfə, məsələn, biz bilirik də, sentyabr olanda dərsliklərimizdə, birinci uşaqlar məktəbə gedəndə bir alınan işğal olmuş rayonları müəllimlər soruşurdu ki, hansı rayonlarımız işğal olunur və nə var, bunu bilməliydilər. Amma bir dənə onu qeyd edib deyə bilərəm ki, bizim bu şəhid evlatlarımızın, qəhrəmanlarımızın, Müzəffər Ali komandamız deyim, onun əmri ilə Müzəffər ordumuz, həmçində qazi evlatlarımızın səbəbinə indi biz bir tarix qeyd edirik. Bir Xocalı bizim yaralı yerimizdir, o düzələn bir yara deyil, həmişə də yaddaşımızda qalmalıdır ki, biz dostumuzu, düşmanımızı seçək. Bir də Zəfər gününü qeyd edirik, 8 noyabr. Onu bizə yaşadan şəhid evlatlarımızın hamısının qarşısında, onun qarşısında baş əyilən bir ana olaraq bugün ki, bura gəlmişik, mən də birinci dəfədir Şuşada oluram. Düzdür, ürəyimizdən keçsə də yolu qanağlaya-qanağlaya gəlmişik, çox çətinliklə. Çünki o gəlib, o dağları, o yolları ki biz görürük, yolları addım-addım addımlayan uşaqlarımızı gözümüzün qabağına gətirdik bizə.
Mən də istəmirəm köyrələ bağlayam. Amma çox qürur verici bir histir ki, gör necə bir evlatlar, necə bir doğrudan da biz Azərbaycan xalqının bütün hamısı mərdik, ürəkliyik, qəhrəmanlıq və bunu da dünyaya sübut elədik. Həm arxa cəbhədə, həm ön cəbhədə, arxa cəbhəmizdə bir yerdə durmaqda, hamı bir-birinə dəstək oldu. Yenə də ruhları şad olsun, sizlərdən də Allah razı olsun. Əfsanə xanım, Rəsmiyə xanım, çox sağ olun bizi, bax belə bu gözəl sənətkar ruhlu xanımlarla, gələcəyimizlə tanış elədiniz. Mən özüm də azdan çoxdan əl sənəti ilə məşğul olan xanım kimi çox sevindim belə bir sərgidə iştirak eləməyimə. Burada tanış simalar da gördüm, onların qrupundayım, onları da salamlayıram və çox da sevindim. İnşallah Allah qoysa gələn səfər biz elə bir şərait yaradarıq. Əlindən iş gələn, sənətkar ruhlu şəhid analarımızın da sərgisini burada keçirərik. Nə zaman, nə istəsəz, biz sizin yanınızdayıq. Bizim bir təşkilatçı xanımımız da var, birlikdə Elnura xanım. Mən həmişə onunla bir yerdə olmuşam. Mən istəyirəm elə şəhid analarla bircə o da öz ürək sözlərini desin. Sonra biz diplomlarımızı təqdim edək. Dəvət edeyim ona görə. Qoy, indi ən gözəl zamanıdır elə Elnura. Mənim oğlum şəhid olanda ikiz övladları var, sən bilirsən. 8 aylıq idi. İndi o övladları bu tərəfə deyiləndə, mən büyünləri dedim ki, gedirik Şuşaya, o buranın atasının torpağı bilir, atasının dağı bilir. Ki, gedir nənəm atamın dağlarına mən aparmır. Yəni Şuşa bizə bir o qədər itki versə də bir o qədər əzizdir. Nəvələrim buranı arzulayır. Onları da gətirəcəm. Özüm gətirəcəm, gəzdirəcəm. Məndən buranı tələb edirlər. Can. Aynən məni də apar atamın yurduna, dağına. Sizin, belə deyək. Aha, sizin hər birinizin böyük bir statusu var. Şəhid anası. Nə qədər diplomlar alsaq, nə qədər mötəbər işlər görsək, hansı ki o igidlərimiz sizə o adı qazandırıb. Onlar heç biri bizdən aşağı ola bilməz. Yuxarıdır ki, aşağı deyil. O statusu heç vaxt Allah heç kimə nəsib etmir. Mən diqqətlə fikir verirəm ki, Allah sanki hər birinizin üzündən nur çeviribdir. O saçların ağarmağı, çox xahiş edirəm, qurban sizə ağlamayın. Və biz Elnura xanım, Beynəlxalq Qaleriyanın rəhbəridir. O öz çıxışını edəndən sonra o status söhbətində gətirdim ki, biz düşündük ki, az da olsa sizə hədiyyə və sertifikatlar verək ki, bəli, sizlər bugün Şuşa şəhərindəsiz və sizin zəhmətiniz yerdə qalmasın, az da olsa kiçik hədiyyənə sizləri təltif edək. Elnura xanım, əzizimiz, dəyərlimiz, bir təşkilatçı xanım olaraq, Beynəlxalq Qaleriyanın təsisçi rəhbəri olaraq, onun da xoş təəssüratlarını bilək. O hər zaman rəhbər vəzifəsində gəlib, çalışıb, necə ki, bugün mən bu tədbirin təşkilatçı rəhbəriyəm. Bugün biz düşündük ki, Elnura xanım istirahət etsin, rəsmi qonaq qismində, bizim tədbirin rəsmi qonaq qismində iştirak etsin. Xoş gəlmişsiniz. Təşəkkür edirəm öncə. Əzizlərimiz, bugün o qədər xoşbəxt, o qədər gözəl bir andır ki, həyəcansız tamamilə danışmaq mümkün deyil. Çünki biz hardayıq bugün? Bugün müqəddəs bir ocaqdayıq, Şuşamızdayıq, vətənimizdəyik, Qarabağımızdayıq, Qarabağ oteldəyik. Yəni, bundan xoşbəxt anlar ola bilməz bizim üçün. Allah Teala Azərbaycanımızı görün nə qədər xoş, belə deyək, xoşbəxt bir dövlət elədi ki, bu 44 günlük müharibədə bizi, Qarabağımızı azad elədi və bunun üçün biz şəhidlərimizə Allah rəhmət eləsin deyirik, ruhları şad olsun, daimi olaraq baş tacımızdır şəhidlərimiz, anaları hər zaman göz nurumuzdur, Allah sizi var eləsin, siz hər zaman xoşbəxt analarsınız. Hər zaman Allah Teala hər bir anıya belə evladlar nəsib eləməz ki, o analarının başını uca eləsin, vətəninin başını uca eləsin. Buna görə də əzizlərimiz, Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, uca Allah prezidentimizi qorusun, birinci xanımımızı qorusun ki, yəni onlar əlindən gələni dövlət başçıları olaraq Azərbaycanımız üçün çalışırlar. Allah qüvvət versin ki, bu gündən sonra da daha gözəl günlər görə, quruculuq gəldikcə yolları o qədər fəxr eləyir insan ki, biri-birindən gözəl
dağıdılmış torpaqlarımız yenidən bərpa olunur. Hər dəfə televizorda göstərdikcə ki, yeni bir binalar tikilir, insan fəxr eləyir, qürur. Ay Allah, sən özün daha da kömək ol, daha çox işlər görsünlər. Və bununla da əlaqədar mən bu günlərim Əfsanə xanım danışdı və çox gözəl bir müqəddəs missiyadadır. O daimi olaraq şəhid ailələrindən işləyir. Böyük bir fəxrdir, qürurdur. Uğurlar arzulayıram əzizim. Və eyni zamanda bugün əzizim, dəyərlim 17 il. Yəni insan bir-birini az vaxtda tanıyır. Özünüz bilirsiniz, bəzən deyirlər ki, bir baxış da insanı tanıdır, bir görüş də insanı tanıdır. Amma 17 il əl-ələ çalışmaq və bir üstə gəl də Erem Art Studio'nun açılışını bir yerdə, yəni ki, Elnurə xanım, buyurun, gəlin, böyük bir açılış oldu və həmin gün niyə vurğulayıram? Azərbaycanımız üçün tədris aləmində gözəl bir, sanki inqilab oldu ki, gördüyünüz kimi Rəsmiyə xanımın çox az tələbələri burada iştirak edir. Onun geniş tələbə kontingenti var. Hansı universitetin qapısını açsan, akademiyanın qapısını açırsan, Rəsmiyə Mahmudovanın tələbələridir. Hələ xaricdə oxuyanları demirəm. Onun üçün hər il qəbul olurlar və təbriklər gəlir. Əziz bacım, dəyərli bacım, 17 ildir layihə rəhbəri olaraq, təşkilatçı olaraq, Yasamal rayon təşkilatı ilə, Yasamal rayon Heydər Əliyev mərkəzi ilə və bir çox Ağdam rayon Heydər Əliyev mərkəzi ilə. Eyni zamanda 3 ildir BMT-nin Beynəlxalq Qalereyasının direktoruyam və hər zamanda maşallah geniş tələbə rəssam kontingentimiz var ki, hansı ki onlar da bizi izləyəcəklər. Hər birisi uğur arzulayırlar bugün Rəsmiyə xanıma. Daimi əməkdaşdılar və hər birinə də uğurlar arzulayıram. Hamısına belə bir gözəl gün arzulayıram. Allah Taala millətimizi, dövlətimizi qorusun. Hər zaman xoş günlərin şahidi olaraq və fırça tutan əlləriniz var olsun. Bir rəssam olaraq baxın, nə gözəl əsərlər yaranır. Bu əsərlər tarixdir, canlı tarix. Yəni zaman keçəcək, illər ötəcək, min illər keçəcək. İnandırım sizi ki, o əsərlər canlı olub danışacaqlar. Yəni həmin insanlara məlumat verəcəklər, filan günü, filan vaxtı bu əsərlər çəkilib kim tərəfindən. Bax, hərəniz bir şəxsiyyətsiniz. Necə ki, bugün danışır. Eynən. Bax, bugün mən bir bacımı da təqdim etmək istəyirəm. Necə ki, eyni olduğu kimi təsvir edilir. Bacımı da təqdim edeyim. Fərah xanım Babayeva. Buyur, Fərah xanım, o da mənlə bərabər gəlib bu günlərim. Azərbaycanımızın dəyərli sənətkarıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və gözəl rəssam, gözəl müəllimədir. Biz dəstəyə gəlmişik bugün. Belə deyək. Nə gözəl ki, gəlmisiniz, xoş gəlmisiniz. Hər biriniz rəsmi qonaq olaraq bizim tədbirin bəzəysiniz. Mənə icazə versəniz, şəhid ailələrinin hədiyyə sertifikatlarını verək, sonra Fərah müəlliməni dinləyək. Çünki analarımız görürsünüz, həyəcan keçirir, narahatdılar, dururlar, otururlar. İcazə verin onları, ayağa qalxa bilməyənlər, yəni narahat olmayın, biz sizi oturduğunuz yerdə təltif edəcəyik. Səadət xanım, zəhmət olmasa bu sizin sertifikatınız. Bu da keramika üzərində çəkilmiş incə naxışlardır. Çox sağ olun. Deməli, şəhid atamız biraz narahat olubdu, onun sertifikatı da buradadır. Cəfərov, Baba Cəfər, şəhid atamızdır, bizlə bərabərdir, onun da sertifikatı təqdim ediləcək. Xanımının özünün adelini təqdimat edəcəyik. Həsənova, Sevda, anamız biraz narahatdır. Ana, narahat olmayın, götürün, sağ olun. Bu da bir əl işidir, baxın. Cəfərova Sitarə xanım, bax bu da sizin yoldaşınızındır. Hansı ki bugün bizlə bərabər həm şəhid atası, həm şəhid anası iştirak edir. Çox sağ olun. Çox sağ olun. Həsənova Südabə xanım, bu da sizin statusunuzdan böyük olmasa da bunu da sizə təqdim edirik. Buyurun, baxın, sizlər bizim tacımızsınız. Görürsünüz necə gözəl işlənibsə. Talı Baba Sahibə xanım, bu da sizindir. Təşəkkür edirəm Əfsanə xanım. Hamınıza təşəkkür edirəm, minnətdarım. Çox sağ olun. Nar uğur deməkdir. Çox sağ olun. Bizim bir şəhid bacımız da bizlə bərabərdir. Gəlin. Bir dəqiqə. Bəli.
Fərhadova Aysu xanım şəhid bacısıdır. Fərhadova Pərvanə xanım şəhid anasıdır və xanımın qızıdır. Pərvanə xanımın qızıdır. Aysu xanım, buyurun. Bu sizin. Gördüyünüz bu əl işləri hamısı bizim tələbələrimizin əl işləridir. Bərabər işləridir. Burada siz gəlin. Çəkdik. Biz nə etsək də əməyinizi qarşılaya bilmərik həqiqətən. Yaxşı. Siz də, var olun, siz də. Allah razı Minnətdaram. olsun. Çox sağ olun. Bizim, belə deyək, orada... Talıqzadə Nübar. Bəli. Talıqzadə Nübar. Nübar xanım, aha, nümayəndəlikdə gələndə təqdim edərik. Biz, zəhmət olmasa, Fərə xanım, buyurun. Gəlin, zəhmət olmasa, gəlin. Sən təbrik edirəm. Bugün bizlə rəsmi qonaq olaraq Fərə xanım bizlərlə bərabərdir. Sözünü saxladı, özü də bizdən inciməz. Çünki şəhid anaları narahat idi. İstəyirdik ki, tez əyləşsin. İnanıram ki, bizim bu təşəbbüsümüzə, belə deyək, qəlbi xoş olar və onun da yol gələrkən hansı təəssüratları bölüşək, nə hiss etdiniz, bugün Şuşadasınız, bu layihə barədə sizin ürək sözlərinizi eşidərdik. Bütün gözəl sözlər deyildi. Dediyim, o bütün gözəl sözləri mən də qoşuluram. İstər şəhid analarının, istər yoldaşlarımızın sözlərinə. Bugün çox sevincliyəm, qürurluyam. Belə yəni ki, bu Şuşa torpağında. Həm də həyəcanlısınız, Çox həyəcanlıyam. onu mən hiss edirəm. Çox həyəcanlıyam. Bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Rəsmiyə xanıma, əməyi keçən bütün təşkilatçılara, sizlərə Çox sağ olun. çox böyük təşəkkürümü bildirirəm. Tələbələri təbrik edirəm, uğurları bol olsun. Amin. Gör nə gözəl, xoşbəxt tələbələrdirlər ki, bugün onların belə şansları gətirib də. Yəni biz onlar bəlkə də nə bilim, yəni kimlərsə arzulayır ki, bu Şuşa torpağında belə bir sərgidə iştirak eləsinlər. Çox şanslısınız. Müəllimənizə görə də, yəni belə müəlliməniz olmağına görə də çox şanslısınız uşaqlar. Sizə nə arzulaya bilərəm? Gələcəyin dahi rəssamları olmağı arzulayıram. Ürəyiniz yəni ki, istəyən kimi dizayn edin, rəssamlıq fərq olmaz, fərq eləməz. Əsas odur ki, ürəyiniz istəyən sənətə qəbul olub, o sənət üzrə irəliyəsiniz. İnşallah. İnşallah sizin də bir hədiyyəniz var. Buyurun Fərə xanım, buyurun Elnura xanım. Həm şirkət olaraq, həm RM Studiya olaraq. Nə yaxşı ki, bizlərlə bərabər gəlmişsiniz. Amma onu da vurgulamaq istəyirəm ki, Rəsmiyə xanımın bu birinci gedişimiz deyil. Çünki Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə dediyim kimi 17 ildir Rəsmiyə xanımla əlbəl hər il bütün rayonlarımızı gedirik. Hər rayonda keçirdirik və eyni zamanda Ağdamda cənab prezident xüsusi nümayəndəliklə böyük tədbirlərimiz olub. Zəngilanda olub. Yəni ki, bu böyük bir uğurlar silsiləsidir. Davam eləyir. Bu günlərində şükür Allaha çox gözəl şəkildə təşkil olundu ki, çox uğurlu şəkildə həyata keçdi. Hər birinizə uğurlar arzulayıram. Həqiqətən xoşbəxt gündür. Mən də xoşbəxtəm ki, siz bu işlərə bir rəhbərlik etmişsiniz, yenə də edirsiniz, davam edirsiniz. Yollarınız hamımızın açıq olsun. Bəli, təbii ki, bəzən rəhbərin işini bəyənməz, sevməz, amma bu bizdə belə deyil. Xanım özü çox gözəl vurğuladı ki, çox gözəl təşkil edilibdir. Bu mənim üçün əməyimə olan diqqətdir, hörmətdir. Elnura xanım da zəngin bir xanımdır. Hər zaman öz işlərindən öndə gedən bir xanımdır. Əsas bir məqsədimiz var. Xalqa, millətə, dövlətimizə dəstək
dəstək layihələrdir. Vətənimizə xidmət edirik. Təmənnasız Bizim xidmət. şüarımız budur, hamımızın. Bəli. Bütün Azərbaycan xalqının şüarı bir dənədir. Vətənimizə xidmət edirik. Bəli. Bir dənə söz demək istəyirəm. Bacımın sözünü, yəni Elnura xanımın sözünü. Elnura xanımla Rəsmiyə xanım məni dəvət eləyəndə bu sərgiyə ki, tələbələrimin əl işlərindən ibarət. Mən də özüm bir rəssam kimi olaraq, mən də necə deyim, əlimi saxlamadım. 3 gecədə o gördüyünüz əsərimiz yaratdım. Hansı bu Şuşa sözünü? Əsərlər nümayiş etdi. 3 günə bir ondan əvvəllər var idi. Nə gözəldir, çox. Daha yeni olsun. Daha yeni olsun. Hələ tam qurumayıb, baxın əlimə də deməli. Sərginin şərəfinə Bəli. elədim onu. Çox sağ olun. Çox gözəl hədiyyədir. Rəsmə qala gətirdiniz, eləmi? Çox gözəl, çox gözəldir. Əsas odur burada. Şuşanı təsvir etmişsiniz. Ürəyiniz böyükdür. Çox gözəldir. Deməli, biz kiçik təqdimatlarımızı verək, sonra əsərləri çəkən kimdirsə bizə təsvir etsin. Məncə ən gözəl məqam budur. Biz bunları şəkil olaraq yığmamışıq. Erem Studiyanın simvolu, bayrağı buradadır. Əsas simvolumuz olan Azərbaycan bayrağı və bizim sərkərdəmiz, igidimiz, öndə gedənimiz, İlham Əliyevin, cənabımız, Ali Başkomandanımızın, baxın düşmənə, baxır dağlardan deyir, baxın. Mənim duruşum sizə bir güllədir, gəlirəm deyir. Zəfər gül işləmişəm. Ulu Öndər də baxır kənardan, mən belə təsəvvür edirəm, deyir şükür Allaha, ruhu deyir ki, əməyim bitməyibdir. Yazılan siyasətimə rəng qatıb mənim oğlum. Bax, bu əsərlər bunu deyir. Mən Zərfə xanımın da əsəri var idi bizim tədbirdə. Baxın, o da bir ana olaraq, həqiqətən əsərlər danışır. Ana obrazı var, arxada Heydər Əliyev mərkəzi var, hansı ki öz imzası ilə. Yəni, bunları düşünmək əsil rəssamın peşəkar işidir. Siz bu hər əsərə tələbələrinizlə bərabər çox gözəl ideya qatmışsınız. Bizim bir, belə deyək, rəsmi qonağımız da var. Dürdanə xanım Musayeva, mənim dəyərli bacım, xeyriyyəçi iş xanımıdır, fizioterapi, psixoloqdur. O, bu günlərin bizlə bərabərdir, teleekspertdir. Buyurun, Dürdanə xanım, gəlin zəhmət olmasa, sizin hər zamanki qida, onu mən sizdən alıram. Üzünüzdə nur var, əməyi hər zaman dəyərləndirən bir xanımsınız. Mənə zəng edəndəki o layihədə mən də sizlərlə bərabərəm, çox xoş oldu. Bizlə bərabər bir psixoloqun, xeyriyyəçi iş xanımın, xüsusilə yoldaşı qazi, komandir olan bir xanım özünə borc bilib ki, şəhid ailələri və bu gözəl rəsimlərlə olan bir layihədə bir komandir həyat yoldaşı olaraq mən də iştirakımı özümə borc bilirəm. Xoş gəlmişsiniz. Çox sağ olun. Azərbaycanın mərd, dəyərli qızım, əfsanə xanım. Adı kimi özü də əfsanə olan bir şəxsiyyət. Bugün həqiqətən o qədər gözəl işlərə imza atırsınız ki, inanın sevincimin həddi hüdudu yoxdur. Artıq bir neçə ildir torpaqlarımız işğaldan azad olunur. O qədər təkliflər olunub ki, doktor, bizimlə gedək. Bir bəhanələr gətirmişəm, ürək etmirdim gəlməyə. Amma bugün bu sərgini eşidəndə və rəhbər olaraq Legit Company-nin rəhbəri Əfsanə xanım olduqda dedim, mən orada iştirak etməliyəm mütləq və eşidəndə ki, orada bizim baş taclarımız olan, tarixi öz qanları ilə yazan şəhid analarımız oradadır. Mən dedim, orada mütləq iştirak etməliyəm və bizim dəyərlimiz Rəsmiyə xanım. Biz tanışıq zaten. Allah sizləri var eləsin. Hərə öz növbəsində xalqına, millətinə xidmət edir. Sizin də xidmətiniz bu fidanları, belə deyərdim, öz daxili dünyalarını, öz iç dünyalarını, öz şuuraltılarında olan o dünyalarını, baxın, o bayaqdan seyr edirəm, müşahidə edirəm bu rəsimləri. O qədər gözəldilər, o qədər bir-birinin ahəng təşkil edir ki, ruhum dincəldi, baxın. Mənim bu sözümlə razısınız, ruhunuz dincəlir bu günləri. Onda bir alqış istəyirəm sizdən.
Şəhid analarımız, sizin qarşınızda baş əyirəm. O ağ saçlarınızdan öpürəm. Siz bizim ürəyimizsiz, siz bizim baş tacımızsınız. Və ən başlıca Əfsanə xanıma dərin təşəkkürümü bildirirəm ki, belə gözəl işlərə vəsilə olub, bizləri bir araya gətirir. İnanın ki, mən bunu hər zaman deməyə özümə borc bilirəm. Rəbb elə bir missiyanı verib bu insana, bu şəxsiyyətə. Bizim komandirin bir söz var, onu da hər zaman özü burada olmasa da vurğulamağı özümə borc bilirəm. Deyir, bu qızdan 3 dənə olsa Azərbaycanda, Azərbaycana heç kim bata bilməz. Və onun sizə dərin təşəkkürü və salamını çatdırıram. O da mənim dəyərli qardaşımdır. Salamlarım hər zaman onun üçün var. Allah hər birinin canı sağ eləsin, fəxrimizdir. Çox sağ olun. Uzun uzadı danışmaq istəmirəm. Bütün gözəl sözlər söylənildi. Və burada əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Bayaqda qeyd elədiyim kimi, xüsusilə Əfsanə xanıma təşəkkürümü bildirirəm. Yaxşı ki varmısınız. Yaxşı ki Rəbbim bu missiyanı sizə verir. Baxın, Rəbb nə buyurur? Deyir, xoşluq ötürmək özü bir ibadətdir. Təbəssüm belə bir ibadətdir. Bu insanın bir dəfə üzündə mənfi bir şey görməzsiniz. O təbəssümü ilə müalicə edir. İnsan psixologiyasında elə bir şey var ki, bir gülüşlə o insana elə bir xoş təəssürat bağışlayarsan, şuuraltısında elə bir gözəl imzanı atarsan, o bu xanımdan. Çox sağ olun. Bir psixoloqdan bu sözləri eşitmək. Bəzən deyirlər ki, mən insanı üzünə tərifləməyi sevmirəm, amma çox təvazökar xanımdır. Bunun gördüyü işlərin siz bir nöqtəsini, 1%-ni görmüsünüz. Pərdə arxası o qədər gözəl işləri var. İstəmir belə deyə də önə sərgiləsin. Amma mən deyirəm ki, Əfsanə bacı bunu bilməlidirlər. Onun 1%-ni sizə göstərir. Rəbbimə təşəkkür edirəm ki, bu missiyanı düzgün adama verib. Hər zaman təşəkkür edirəm ki, ya Rəbbim, bizi nə gözəl insanlarla qarşılaşdırırsan. Və bugünkü gün bu Şuşamızda, azad Şuşamızda, baxın, ilklərə imza atır və ilk rəsm qalereyasının burada Şuşamızda Əfsanə xanımın təşəbbüsü ilə Rəsmiyyə xanımın bu gözəl, belə deyədim, fidanlarının əl işləri, bu gözəl əsərləri nümayiş olunur. Hər zaman öndə olun, hər zaman var olun. Bir daha sizlərə dərin təşəkkürümü bildirirəm. Diqqətlə məni dinlədiyiniz üçün var olun. Çox sağ olun, var olun. Biz də şirkət olaraq, RM Art Studio və Legend Company olaraq sizə... Çox sağ olun, təşəkkürlər. Əsmə xanım bundan mənə Şuşada olan tədbirdə hədiyyə gətirmişdi, Qarabağ atı. Mən də hər zaman siz dininizdə, imanınızda uğurlu bir xanım olduğunuza görə düşündüm ki, bu hədiyyəni də icazə versə Rəsmiyyə xanım, məhz Dürdanə xanıma hədiyyə eləyək. O doğrudan ruhu sakit bir xanımdır və inanıram ki, bu hədiyyə onun halalıdır. Çox sağ olun. Çox xoş mənə ki, məni belə gözəl hədiyyəni layiq gördünüz. Sizə təşəkkür edirəm Rəsmiyyə xanım. Sağ olun. Daha gözəl işlərə, yüksək zirvələrə inşallah gözəl işlərə imza atasınız. Hər zaman ev yiyəsinə də bir təşəkkür etməliyik. Çünki deyir, evin sahibi gözəl qarşılayarsa, biz hər zaman o qapını açarıq. Bunu şəhid anaları da bayaq vurğuladılar. Biz hər zaman tədbirlərimizi gələrkən, etibar edərkən Şuşa şəhərində silsilə tədbirlərimiz olub, hər zaman bir ünvanımız var. Hansı ki, rəhbər bir rəhbərdir və 2, belə deyək, otel işlədir. Xarı Bülbül və Qarabağ oteli. Biz bayaq Xarı Bülbül otelində sizlərlə bərabər nahar etdik və şəhid analarının orada, xüsusilə də Pərvanə ana oturmuşdu bizlə eyni masada və bizə orada rəhbərlik edən Kənan bəyə öz təşəkkürünü bildirərkən mən bunu kənardan izlədim. Həqiqətən xoş oldu ki, doğrudan da biz doğru ünvandayıq. Mən bilirdim doğru ünvandayıq. Amma bunu bir şəhid anasının, belə deyək, sözündən, dilindən eşitmək bizim üçün də xoş idi həqiqətən.
Deməli, biz tədbirlərimizi bu Qarabağ oteldə təşkil edirik. Bugün də məhz Qarabağ Azərbaycandır şüarı altında ulu öndərimizə həsr edilmiş 102 illik yubileyinə bax bu gözəl əsərlərlə qonağıq. Harada? Qarabağ oteldə. Bizə hər zaman Qarabağ otelin heyətinə, böyük rəhbərindən kiçik heyətinə qədər dərin təşəkkürümüzü bildiririk. Keçən layihəmizdə bəzi iştirak etdilər rəhbərlər, onları təbrik etdik. Bugün də yenidən özümüzə borc bildik ki, bizlə bərabər hər zaman ürək qoyan, əmək qoyan, bizi öz evlərinə qonaq kimi dəvət edən, belə deyək, sonra da ev sahibi kimi görmək istəyən rəhbərlər var. Mirzəyev Ülvi müəllim, hal-hazırda işdə olmasa da, o bizim əzizimizdir, dəyərlimizdir. Onun üçün bir hədiyyəmiz var və o məhz Rəsmiyə xanımın hədiyyələrini bəyənibdir. Onun üçün də Rəsmiyə xanım bir hədiyyə gətiribdir. Zəhmət olmasa onu da nümayiş elətdirək. Keçən dəfə biz hədiyyəmizi təqdim edə bilməmişdik. Ülvi bəy, Rəsmiyə xanım məhz bu əsəri sizin üçün gətirib. Təşəkkür edirik. Allah əməyinizə daim sağlıq versin, bərəkət versin. Bu bizim Ülvi bəyin olan hədiyyəsidir. Kənan müəllim, zəhmət olmasa buyurun. Qasımov Kənan. Çox sağ olun. Bu Ülvi müəllimin hədiyyəsini siz bəli, özünə təqdim edərsiniz. Qasımov Kənan, bizlə bərabər Rüstəmov Aqil, bugün bizə dəstək olan ev sahibliyi etdiniz. Bunları özümüz hazırlamışıq. Ellada xanım rəhlimə görə çox sağ olun. Deməli, Qutlar üçün sağ olsun. bu bir, belə deyək, sənət əsərləridir. Hədiyyələrini də təltif edək. Buyurun. Bu hədiyyənin bir mənası var. Bunu Rəsmiyə xanım izah edirsiniz. Bu dəniz kabuğudur, hamımızın bildiyi. Və içində tütsülər qoymuşuq. Xüsusiyyətləri də yandırdığınız zaman tüstü olur və qoxusu otağa yayılır. Hətta qoxusu otağa yayılandan sonra bu sənət əsərinin içərisində belə deyək də, nə vaxtsa şamlardan da istifadə olar. Bəli, şamdandır. Əslində xüsusi bir, hansı ki deyirlər, hər zaman işlədiyiniz yerdə, evinizdə hər gecə bir şam yandırın. O bütün pis auranı götürür. İnanıram ki, sizin üzərinizdə olan pis nəfisləri, pis auranı, bax, bu yanıb bitəndən sonra hər gün bir dənə şam yandırasınız. Çox sağ olun, var olun. Siz hər zaman bizə xüsusi diqqət etmişsiniz və buna görə də təşəkkür edirəm. Biz də çox bəyəndik buranı, biz də təşəkkür edirik. Çox sağ olun. Həqiqətən şəhid anaları, zəhmət olmasa baxın, Pərvanə xanım. Əvvəla Əfsanə xanım, sizə təşəkkür edirəm belə bir təşkilatçılıq elədiyinizə görə şirkətimiz adına, şirkətimizin rəhbərliyi adına hamınıza xoş gəlmişsiniz deyirəm. Xüsusilə şəhid ailələri sizlərə bir məlumatı nəzərdə çatdırım. Əfsanə xanım burada olsa da, olmasa da ki, biz bu prosesləri Əfsanə xanımla bir yerdə edirik. Biz hər zaman sizin qulluğunuzdayıq. Nə vaxt desəniz ki, bizim könlümüzə düşüb Şuşaya getmək istəyirik. Bir zənginiz bizim üçün yetərlidir. Bir salam yazmağınız bizim üçün yetərlidir ki, biz sizi haradasınızsa oradan götürüb Şuşaya gətirib, burada istirahət eləyəsiniz, gəzəsiniz. Hər zaman sizin qulluğunuzdayıq. Hamımızın qarşısında baş əyirəm. Allah sizlərə özünə olsun. Görün, sayılıb seçilən rəhbər özü necə gözəl rəhbərdir ki, onun da işçiləri ona layiqli rəhbərlik edir. Otel daxilində bir daha dərin təşəkkürümü bildirirəm. Qarşımıza gələndə özlərini sanki heç rəhbər olmaqları bilinmir. Yeməkləri xüsusi nəzarət altında, otaqları xüsusi nəzarət altında insan sanki öz elində, öz obasında doğrudan da bizim elimiz, obamız və öz evindədir. Minnətdarım Kənan bəy, Ülvi bəyə salamlarımızı çatdırıb, ümumi otelin rəhbərinə Lan müəllim, sizə də öz dərin təşəkkürümüzü bildiririk ki, həmişə kamera arxası söhbəti var, səhnə arxası söhbəti. Bax, bugün də biz sizləri görməsək də sizin əməyiniz öz nəticəsini veribdir. Minnətdarım, dərin təşəkkürümü bildirir. Çox sağ olun. Deməli, biz
bizlə bərabər qonaq qismində Sübhanə xanım Şuşa şəhərindədir. Onu da istədik bir təltif edək. Xoş gəlmisiniz. Buyurun sertifikatınızı. Alkışlar uşaqlar. Gəlin uşaqlar. İndi qoyun mən süjet xəttini verim sonra bir dəqiqə. Yox, bir çağırmıram. Çox gedir, kadr çox gedir. Uşaqlar, hə, orada dayanın. İcazənizlə deməli bugünkü tədbirin fidanları deyək. Hansı ki, bax bu tədbirin gerçəkləşməsində şirkət olaraq bizim əməyimiz varsa, bu gözəllikləri yaradan Rəsmiyə Mahmudova və onun RM Art Studiyasının tələbələridir ki, onlar da bugün bizlə bərabər Şuşa şəhərindədir. Rəsm sərgisini bizlərə töhfə olaraq gətirib və biz də istədik ki, onlar kollektiv şəkildə bizim Legend Company şirkəti adından və RM Studiyanın adından sertifikatla təltif olunsunlar. Buyurun, buyurun gəlin. Dəyərli qonaqlar, dəyərli şəhid ailələri, dəyərli rəsmi nümayəndələrimiz. Bununla da bir tədbirin sonuna gəldik. Hansı ki, Ulu öndərimiz Heydər Əliyevin 102 illiyinə həsr edilmiş Qarabağ Azərbaycandır şüarı ilə bugün Legend Company şirkəti olaraq bu layihəni təşkil etdik və gözəl mötəbər bir tədbir alındı. Bu tədbirin layihə rəhbəri olaraq mən Əfsanə Nəbiyeva və layihəni gerçəkləşdirdiyimiz sənət əsərləri ilə, tələbələri ilə bir rəhbər olaraq Rəsmiyə Mahmudova bugün bizlərlə bərabər bu tədbirin gözəl şəkildə təqdim etdik. Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri, yarısı burada, yarısı Bakıdadır, salamlarımızı çatdırırıq. RM Art Studiyasının tələbələri bizlərlə bərabərdir. Nə xoş ki, bir layihənin sonunu da bax belə gözəl yekunlaşdırdım. Qarabağ hər zaman Azərbaycanın olub, yenə də Azərbaycanındır, daim Azərbaycanın olaraq qalacaq.